Kitab halında çap olunmuş test vəsaitlərimizin birində belə bir cümlə var. Mən olmayanda burada nə baş verir? Cümlənin sintaktik təhlili ilə bağlı, xüsusən də ilk cümlə özünün ifadə vasitəsi ilə bağlı bir sualdır. Kim həmin kitabdan o testi işləməyibsə, videonu saxlasın, baxsın, cavabını müəyyənləşdirsin, kommentə də yazsın, düzgün tapıb tapmadığınızsa, indi yoxlayaq. Deməli, axırı rahatdır. Baş verir xəbər, nə? Sual əvəzinə ifadə olunmuş mübtəda. Burada zərflik. Gərək olmaq sözünə. Olmaq bilirik ki, çox vaxt birlikdə feil olur, qoşulduğu sözlə birlikdə. Yəni, feilin tərkib hissəsi olur. Amma demişdik ki, olmaq əgər yaşamaq, mövcud olmaq, iştirak eləmək, doğulmaq, bu mənaları verirsə, müstəqil sözdür. İndi bu da gətirib çıxarır bu ikinci sualımızın cavabına ki, burada ilk cümlə özü söz birləşməsi ilə mi ifadə olunub, yoxsa feil ilə mi ifadə olunub? Burada olmaq, yaşamaq, mövcud olmaq, iştirak etmək bu mənaları verir. Mən burada olmayanda, yəni mən burada yaşamayanda, mən burada iştirak etməyəndə, mən buradan çıxıb getdikdə nə baş verir? Yəni burada mən olmaq deyə bir feil deyil burada. Mən olmayanda, mən burada mövcud olmayanda, yəni burada yaşamayanda. Ona görə də olmayanda, mən olmayanda birlikdə zərflikdir. Amma ifadə vasitəsi feili bağlama tərkibidir, tərkibi. Çünki söz birləşməsidir. Olmayanda bir söz, mən bir söz. Deməli, cümlənin sintaktik təhlilini də gördük. İlk cümlə özünün ifadə vasitəsi də söz birləşməsi. Və yaxud da daha dəqiq desək, feili bağlama tərkibi.